Bina ev axtaranların nəzərinə, əziz dəyərli müştərilərimiz, bu gün sizə Metro Xalqlar Dostluğunun yaxınlığında yerləşən, ətrafında 2 dənə məktəb, rus dili məktəbi, Azərbaycan dili məktəbi, hətta uçul işinə kimi olan belə bir gözəl binada 4 otaqlı evin təqdimatı üçün gəlmişəm. Bu gördüyünüz kimi bu evimizin, binamızın ön hissəsidir. Bax belə parkı, hər bir səhərgəsi, səhmanı öz qaydasında. Hətta evimizdən bu tərəfə də qapı qoyulub, birinci mərtəbədədir. Qapı da qoyulub, bu tərəfədə çıxışımız var. Gördüyünüz kimi bax dükanımız, hər bir şeyimiz var. Uşaqlarımızın istirahət üçün parkımız, əyləncə yerlərimiz hamısı öz qaydasındadır. Məktəb də ki, bax bu binanın arxasındadır. Biri bu binanın arxasındadır, biri də bu binanın arxasındadır. Bağça da var, Araz marketindən tutmuş Megastoruna kimi, Bravosuna kimi hər bir böyük marketlər hamısı yəni ayaqla məsafədədir. Metroya da ki buradan ayaqla 5 dəqiqəlik Laçın Ticarət Mərkəzinə, həmçinin elə yəni yaxın məsafədə yerləşir. İndi isə gəlin keçək evin arxa hissəsi ilə də sizə təqdim edeyim, binanın arxa hissəsini də sizə göstərim. O da eyni səliqədə və gözəllikdədir. Burada binamızın deməli gördüyünüz kimi yəni giriş hissəsidir və burada da belə bir uşaqların istirahət üçün yerimiz var. Hətta təhlükəsizlik kamerası ilə təchiz olunub, bina özü mühafizə olunur. Yəni səliqəli, gözəl binadır, eksperimental layihədir. Qiyməti və tam dəqiq deyəcəm sizə. Gördüyünüz kimi asfalt, hər bir şey öz qaydasında gözəl, səliqəli binadır. Bina 87-ci ilə məxsusdur. Çıxarışı var. Çıxarışda sənədlər 85.4-dür. Amma evdə düzəlmə işləri gedib, yəni balkonlar zatlar hamısı salınıb evə, birləşdirilib. 100 kvadrata yaxındır evimiz. İndi isə gəlin çatdıq. Evimiz deməli orta blokdur. Qıraq blok deyil. İndi onu da sizə göstərəcəm inşallah. Sual verirsiniz ki, yəni hündürdür. Bəli, hündürdür. Gördüyünüz kimi bax belə bir yəni pilləkənlə qalxırıq. Yerdən deyil bu bina. Deməli əlavə olaraq əldanımız da var. Burada da rahat. Yəni bütün artıq nə qədər əşyalarınız var, hamısını bura yığa bilirsiniz. Ta ki bu pilləkənin alt hissəsi iki tərəfə və hətta bu hissəsi də ki, hamısı bu padvanın içindədir, daxildir. Burada artıq bankalarınızı yığa bilərsiniz. İndi isə gəlin keçək evin içi ilə sizə tanış edək. Əziz dəyərli müştəri, gördüyünüz kimi bu elə bir koridordur, koridor sistemli evdir. Bu koridorumuz belə bir genişdir. Qismən əşyalı, bəzi şeylər qalacaq. Yəni kondisionerdir, bu gedəcək. Deməli, burada isə kaska vurulub. Bu uşaqlı evdə deyə rəngliyib, kaska vurublar ki, yəni o yazılar zatlar etsin. Gəlin burada ilk növbədə bir yataq otağını sizə təqdim edeyim. Bura bir yataq otağımız yerləşir burada. Yəni ölçüləri genişdir, gördüyünüz kimi. Termosundan tutmuş əlavə, yəni rahat yerləşir hər bir şey. Otaqlar genişdir. Problem yoxdur. Sonra qapılarımız da ki, bağlı qapılardır, keyfiyyətli qapılardır. Bayaq demişdim, evin arxasından da yol var. O da buradandır. Burası isə mətbəx hissəmizdir. Mətbəx hissəmizin yeri istipoldur. Xalacenlikdir, mebildir. Bunlar qalır. Sadəcə gedən bu gedəcək, paltaryan gedəcək. Bu da evimizin arxa hissəsidir. Bayaq hissə göstərmişdim, çəkmişdim. Həmən yerdir. Yəni, buradan da çıxış var. İndi isə gəlin sanitar qovşağını təqdim edək. Bura bizim hamamımızdır. Gördüyünüz kimi. Bura isə bizim sanitar qovşaqlı ayaq yolumuz. Burada isə geniş bir dənə qonaq otağımız yerləşir. Gördüyünüz kimi. Cuzi evə təmir lazımdır, cuzi. Yəni, aboylar dəyişirsə, yeri laminatıda da vurulsa, çiçək kimi evdir. Yəni, səhifəlidir. Orada da otağın biridir, sadəcə otaqda yatan və də çəkmirəm. Ora qara sulaqdadır. Yəni, indidən deyirəm, bilin, qara sulaqdadır. Otaq da genişdir, böyüdür. Qaldı, indi bir otaq, indi onu da sizə təqdim edeyim.
Hə, əlavə olaraq burada gördüyünüz bütün mebellər, baba bu otaqda gördüyünüz bütün mebellər qalır. Buradakı mebellər qalır. Burada da ki, yəni qalacaq olan mebellər var. Sadəcə divan kreslo gedəcək, masa gedəcək, oturacaq, qabaq stolu gedəcək. İndi isə gəlin bu yataq otağını da göstərim sizə, uşaq otağını. Burada bizim uşaq otağımız, yəni otaqda veş çoxdur deyə belə darız qalıq görsən, amma otaq böyükdür həqiqətən də, çünki görün nə qədər veş var burada. Burada da məsəl üçün bu şoner qalacaq, qalan hər şey çıxacaq. Qalan hər şey götürüləcək. Deməli belə, əziz dəyərli müştərilərimiz, deməli evimiz yerləşir Dəyərli Uzunev küçəsində, Xalqlar Dostluğu metrosunun yaxınlığında yerləşir. Evimizin ilkin satış qiyməti 205.000 manata deyilir. 205.000 manata deyilir. İpotekaya da yaralıdır, 87-ci ilin evidir. Allah alan da satan da xeyir versin. Real müştərilər əlaqə saxlasın. Yəni endirimdə olunacaq ev yəsi tərəfindən. Allah alan satan da xeyir versin. Sağ olun, var olun.